Ağdaş rayon Ləki kəndinin şəhidi Azər Vəliyevin atasıyam. Bizim Enullah qardaşla gəlmişəm. Bizim balalarımız bir yerdə döyüşüb, bir yerdə şəhid olublar. Məkanları cənnət olsun. Bu qəhrəman balalarımız, şəhidlərimiz bizlərə, xalqımıza, millətimizə, devlətimizə öz canları bahasına azadlığı bəxş elədilər. Ruhları şad olsun. Allah, nə deyim, qazilərimizə Allah şəfa versin. Allah şəhid ailələrinin hamısına çoxlu səbirlər versin. Nə deyə bilər? İntizarın bitmir, ürəyim qan ağlayır. Məzar daşına baxıram, yaramı dağlayır. Anan, bacım qara bağlayır. Sənsiz ötür günlərim, gözlərimin həsrəti hardasan? Məqamları uzaq olsun bütün şəhidlərin. Enullah Ağdaş rayon Gözübə kəndində. Oğlumun adı Murad Aziyev. Tüm şəhidlərə Allah rəhmət eləsin. Hamısına bir yerdə. Qazilərimizə Allah kömək olsun. Sağ olun. Bizim qəhrəman balalarımız bizlərə azadlığı bəxş elədi. Dövlət sevimimiz oldu, xalqımız, millətimiz azad firavan yaşayır. Bu qəhrəman şəhidlərimizin qanı, canı bahasına. Ruhları şad olsun. Sizin komandanıza da təşəkkür edirəm ki, bu şəhid ailələrinin ziyarətinə gələndə bu toplantıları çəkirsiniz, işıqlandırırsınız. Sizin komandanıza Zəka İsmailova təşəkkür edirəm. Çox sağ olun. Allah razı olsun sizlərdən ki, şəhidlərimizi efirlərdə işıqlandırırsınız. Körpə balalara tanıtdırırsınız. Allah hər birinizdən razı olsun. Təşəkkür, borcumuzdur. Allah sizə sabır və dözüm versin.